Ben birinci olarak doğuldum, zirveler için gelmişim. İkinci etmek şansınız yok, her birinizi ben yemişim. Ben birinci olarak doğuldum, zirveler için gelmişim. İkinci etmek şansınız yok, her birinizi ben yemişim. Səhnələrə gözəllik qatıram, hem sesimle hem özümle. Atama, anama, vətənimə layiqəm hər bir sözümlə. Səhnələrə gözəllik qatıram, hem sesimle hem özümle. Atama, anama, vətənimə layiqəm hər bir sözümlə. Onsuz da mən qərarım budur, məqsədimə mən çatacağam sonuna qədər. Bu yarışmada hamıdan öndə olacağam. Onsuz da mən qərarım budur, məqsədimə mən çatacağam sonuna qədər. Bu yarışmada hamıdan öndə olacağam. Hər vaxtınız xeyir olsun əziz MTV izləyiciləri. Xoş gördük sizləri, dəyərli Azərbaycan xalqı. Azərbaycan İstedad Festivalı efirdədir. Həmişəkindən fərqli olaraq mən bu dəfə Ayxanla deyil, burada əyləşən gözəl uşaqlarla, istedadlı uşaqlarla birlikdə sizi salamlayırıq. Uşaqlar necəsiz? Görün nə gözəl hazırlaşıblar bu uşaqlar. Bugün daha maraqlı çıxışlar izləyəcəyik sizlərlə birlikdə. Bu çıxışları izləmək üçün çox səbirsizlənirəm. Ona görə də tez gəlin uşaqlar birlikdə Elşad əmini çağıraq. Elşad əmi, Elşad əmi, Elşad əmi, Elşad əmi, Elşad əmi. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ya ben kulak astım. Bura güçlüdür. Bura daha güçlüdür. Orada güclüdür amma. Bax bir dənə yoxlayaq. Bura. Necəsiz? Biz də yaxşıyıq. Ekran qarşısında olan hər kəsi salamlayırıq. Hər vaxtımız xeyir olsun. Bugün şənbə günü çox maraqlı bir veriliş olacaq. Azərbaycan İstedad Festivalı yarışmasında artıq ged-gedə iştirakçıların sayı azalır. Biz burada layihəni dueldən tərk edən iştirakçıları da görürük. Təbii ki, biz onlara şərait yaradırıq ki, hər həftə bizlə bərabər qonaq kimi burada olanlar. Mən Ataşı görürəm burada, Nigar buradadır, Banu buradadır. Sonra dəb yarışmasından Əskər buradadır. Sonra Məryəm buradadır. Nur Göyüşlü, neçə həftələrdir yox idin. Nəhayət gəldin, keçdik bu tərəfə. Onur Davudov buradadır. İcazə verirsə bir birincilik kürsüsündə əyləşim. Bu birincilik kürsüsündə də hamıcan atır ki, əyləşsin, Hilal. O vaxtı, niyə taxmamısan o mənim balam istedadda utduğun o qızıldan tacı? Dünənlərə taxmışdım verilişdə, Hilal mənim balam istedad verilişində mənim bundan əvvəlki layihəmdə birinci yerin sahibi idi. Qızıldan tac utmuşdu. Hər verilişi onu taxır. Gələn verilişdə də inşallah görərsiniz. Bu günləri toxunulmaz kimlərdir? Duelə olanlar kimlərdir? Nə giymişsən? Baxım elə indi. Fərid yarışmanı tərk eləməyinə baxmayaraq zarafat edəm. Tərk eləməmişsən, qalmışsan. Təbrik edirəm. Bu günləri 5 mübarizə aparan olacaq, 7 toxunulmaz, 3 lider, 5 qorxulu zonanın iştirakçısı və 10 nəfər dueldə olacaq. 5-i tərk edib, 5-i qalacaq. Amma bugün
Heç kimi xilas eləmir. Heç kimin yerini dəyişmir. Dueldə olanlar mübarizə aparırlar sadəcə. Amalia da mənə diqqətlə baxır. Deyir, heç mənim fikrim də yoxdur kimisə xilas eləmək. Alisa da bu günlər çox gözəl giyinib. Nağıl qəhrəmanlarına oxşayır. Alisanı bir dənə alqışlayaq zəhmət olmasa. Bizim gözəlimiz Alisa. Hə, indi biz Turp nağıl filmini bir aydan sonra çəkilişinə başlayırıq. Demədim orada meşəyə düşmüşük, azmışıq. Hə, indi birinci yer kimdir? İkinci yer kimdir? Üçüncü yer kimdir? Bir təqdim eləyəcəm. Günün lideri. Günün lideri kimdir? Kim? Aha! Mən belə baxıram ki, burada Alisanı daha çox istəyirsiniz. Alisanın birinci olmağını istəyirsiniz, amma çox təəssüf ki, hə Hilal, Suel Salmanlı bugünün lideridir. Alqışlayaq ürəkdən. Bugün müəyyən səbəblərə görə gələ bilməyib layihəyə. Amma Suel Salmanlı 1675 səslə günün lideridir. İkinci yer kimdir? Səslər avtomatik, dəhşətli dərəcədə dəyişilir. İkinci yer 1393 səslə Alisa Orucova. Bizim Alisa, gözəllər gözəli Alisa Orucova. Alisa'nın maşallah evdə də bir 772 dənə tacı var. Neyinir bizim tacı? Hə, Alisa nətərsən? Mikrofonu verək ona, ver mənə o tacı. Hə. Yaxşıyam. Alisa'nın neçə yaşı var? 3. 3 yaşı var, amma 3 yaşın olmağına baxmayaraq hamı baxır ki, bəli, Alisa rəqs edir, Alisa şeir deyir, Alisa buradan onu daha çox istəyən nənəsinə salam göndərir. Hə, Alisa? Nənəyə bir dənə salam göndər. Adı nədir nənənin? Nədir adı? Dinən, adını çək, salam göndər. Səliməm. Alisa bizim üçün bunu rəqs edəcək, hə? Amma əvvəlcə əyləşsin kürsüdə. Gəl Alisa, əyləş burada. Birazdan rəqs edəcək. Hilal, kömək elə. Üçüncü yerin sahibi. Üçüncü yerin sahibi. Bu layihə başlayandan lideri kürsüsündən heç vaxtı düşməyən 1265 səslə 1265 səslə Fərid Babayev yox. Fərid Babayev yox. Amalia Məlikovadır. Amalia Məlikova. Aha, Amalia xoş gəlmişsən qızım. Sən veriliş layihə başlayandan lider kürsüsündən əsir olmursan. Hələ bildiyimə görə sən burada əyləşmək istəyirsən daha çox. Hə Amalia? Amalia deyir, mən danışmaq istəmirəm. Mənə səs göndərənlər var. Ailədən, qohum əqrabadan, hə Amalia? Ən çox səs göndərən kimdir? Atadır. Ata. Ata istəsə Amalia qızılı kürsüsə də əyləşə bilər, hə Amalia? Birazdan Amalia'nın da çıxışını görəcəyik. Amalia əyləş, təbrik edirik. Növbəti iştirakçılarımız. Nərgiz Şıxverdiyevanı ürəkdən alqışlayaq. Gələ bilməyib, toxulmazlıqda əyləşir. Fərqi yoxdur, əyləş buradan. Nərgiz Şıxverdiyeva. Toxulmazın ikinci yerində Səmra Qənizadə, alqışlayaq, toxulmazdasan. Üçüncü Ömər Qənizadə, toxulmazsan. Nigar Manafova, toxulmazsan. Ayxan Babazadə, toxulmazdır. Məsəti Əl-Musayeva, toxulmazdır. Və sonuncu 7-ci toxulmaz iştirakçı sizcə kimdir? Və mən sizə hər zaman deyirəm, çünki burada hər şey olur. Keçən həftə duelə düşüb, dueldən çıxıb, böyük xal toplayan, toxunulmaz olan bugün Ayan Bayramzadəni təbrik edirik. Ayan, toxunulmazsan, sənə heç kim toxuna bilməz. Təbrik edirik səni. Dueldən çıxdın, yuxarı qalxdın.
Təbrik edirik, indi sənə söz verəcəm. Mübarizə aparanlar. Ayağın Məmmədli. Alqışlar Ayağın Məmmədlini. Ayağını da heç kim duelə dəvət edə bilməz. Növbəti mübarizə aparan Raul Yolçiyev. Təbrik edirik. Üçüncü mübarizə aparan Camal Əli Musayev. Dördüncü toxunulmaz yox, mübarizə aparan. Dördüncü mübarizə aparan Zöhrab Zeynalzadə. Təbrik edirəm Zöhrab. Və sonuncu mübarizə aparan, yəni onu da duelə heç kim dəvət edə bilməz. İbadət Şirinli. Təbrik edirəm İbadət. Qorxulu zonanın iştirakçıları. Hüseyin Ramazanlı. Qorxulu zonadasan. Babək Mahmudzadə. Qorxulu zonadasan. Tunar Yusifov. Dueldən çıxdın, qorxulu zonaya düşdün. Kamil Əsədzadə. Qorxulu zonanın iştirakçısan. Və sonuncu qorxulu zonanın iştirakçısı Yusif İbrahimli. Duelə düşənlər. Nur Göyüşlü, dueldəsən. Fatimə Yusifova, dueldəsən. Kövsər Şamizzadə, dueldəsən. Validə Bəşirova, dueldəsən. Leyla Nərmanlı, dueldəsən. Fərid Babayev, dueldəsən. İnci Quliyeva, dueldədir. Dilbər Abdinova, dueldədir. Əkbər Mütəllibov, dueldədir. Və Mirvari Hacıyeva, dueldədir. Və birinci, ikinci, üçüncü yerlər heç kimi xilas eləmir, heç kimin yerini dəyişmir. Baxmayaraq ki, qorxulu zonada olan iştirakçılar bu dəqiqə qorxurdular ki, ürəyim düşdü, birdən məni kimsə çıxardar. Yoxdur elə şey. Bu 10 iştirakçıdan sonda mən stop deyəndə 5 iştirakçı layihəni tərk eləyəcək. 5 iştirakçı növbəti mərhələdə həmin bu toxunulmaz lideri kürsündə əyləşənlərlə mübarizəni davam etdirəcək. Hə, sözü veririk kimə? Sözü veririk Alisa Orcovaya öz rəqsi ilə, möhtəşəm rəqsi ilə bizim üçün gəlsin bir dənə rəqs eləsin Alisa. Alqışlar Alisanı və Alisa Orcovanın gözəl bir rəqsi gələcək. Alisa, gəl mərkəzə. Gəl mərkəzə. Хоть поверьте, хоть проверьте, но вчера приснилось мне, будто принц за мной примчался на серебряном коне. И встречали нас танцоры, барабанщик и трубач, 48 дирижеров и один седой скрипач. Хоть поверьте, хоть проверьте, это был чудесный бал, и художник на манжете мой портрет нарисовал. И сказал мудрец известный, что меня милее нет. Композитор пел мне песни и стихи читал поэт. Пайрарура, парадарадам, парадам-пам-парадарудам, парадарадам, парадам-пам-парадарудам, парадарадам, парадам-та-тарадарудам. Хоть поверьте, парадарадам, парадам-пам-парадарудам, парадарадам, парадам-пам-парадарудам, парадарадам, парадам-та-тарадарудам. Alisa Orucova. Bunu yeməyəsən, neyniyəsən? Alisa, Allah səni qorusun, Allah səni bəd nəzərdən qorusun. Nənəyə çoxsan babanı? Babanı. Deyir, əlimin duzu yoxdur, yoxsa. Gəl Alisa, gəl bura. Nənəni də çox istəyir, babanı da zarafat edir. Mənim amma qulağıma deyir ki, nənəni çox istəyirəm. Belə deyir. Design by Mary 87 ekranda nömrəni verin. Zəhmət olmasa Instagram səhifəsində müraciət edə bilərsiniz. Bugün bizim Alisa Orzovaya xüsusi bir hədiyyəsi var. Təqdim elə. Baxın belə şirniyyatdan.
xonçaların, xın ayaqlarda bəzədilməsində Design by Mary 87 Instagram səhifəsinə müraciət edə bilərsiniz. Alisa, o sənindir. Xüsusi gəlib sənin üçün. Və Eme Parfüm doğrudan da hər zaman bütün layihələrimdə mənimlə bərabər olan Eme Parfümə minnətdarlığımı bildirəm. Ekranda nömrəni görürsünüz. İstənilən anda sifarişlər də var. Zəng vurub istənilən qadın ətirləri, kişi ətirlərini sifariş verə bilərsiniz. Eme Parfüm doğrudan da sözün əsl mənasında öz sözünü deyən brend ətir dünyasıdır. 8 filialı var və yenə də deyirəm, nömrəyə zəng vurmaqla istənilən ətirləri sifariş verə bilərsiniz. Hər zaman da günün liderlərinə hər həftə ətir göndərir. Alisa'ya bir ətir, Amali'ye bir ətir, 2 ətirimiz qaldı. Süheyl gəlməyib və bir ətir də əlavə götürmüşdüm. 2 ətiri saxlayıram verilişin sonuna. Kim özünü yaxşı aparsa verəcəm onu. Hə, davam eləyirik və günün liderlərini təqdim elədim. Süheyl Salmanlı, Alisa Orucova və Amalia Məlikova. İndi gəldik çatdıq toxunulmazlara. 7 toxunulmaz. 7 toxunulmazdan əlavə ekranda dueldə olan iştirakçıları görürsünüz. 10 iştirakçı dueldədir. 5 iştirakçı mən stop deyəndən sonra layihəni tərk edəcək. 5 iştirakçı növbəti mərhələyə keçəcək. Artıq gələn həftədən həm birinci qrupda, həm ikinci qrupda 25 iştirakçı ilə verilişimiz davam edəcək. Toxunulmazlıqda kimlər idi? Alqışlayaq Səmra Qənizadəni dəvət edək bura. Səmra Qənizadə toxunulmazlarda olan bizim istedadlı balamız hər həftə öz rəqsi ilə, öz şeiri ilə bizi təəccübləndirir. Bu gün də milli geyimdə gəlib bizim üçün yəqin ki, rəqs edəcək. Səmra, xoş gəlmişsən. Xoş gəldik. Məni üzürlü sayın, biraz nasazam, qoy oturum. Hə. Nə hazırlamısan Səmra? Rəqs hazırlamışam. Nə rəqsi? Milli rəqs. Milli rəqs hazırlayıb. Səni kim hazırlaşdırır Səmra? Ana. Səmranın valideynində bir dənə alqışlayaq. Bizim həmkarımızdır. Neçə illərdir televiziyada öz layihələri ilə yadda qalır. Salamlayırıq bir daha. Hə, Səmra, ananın adına layiq çıxış elə. Yaxşı? Yaxşı. Hə, gəlsin. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı, yaşıl dumanlı. Derdinden ölmeye çoktur gümanlı, derdinden ölmeye çoktur gümanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinle, onu bil. Danışmasan da bari gül. Ay kız bu ne aşk kız, ölerim derdinle, onu bil. Danışmasan da bari gül. Bugün toxunmazlarda olan Ömər Qənizadəni alqışlayaq, dəvət edək yanımıza. Ömər Qənizadə ağappaq geyinib. Əslində düz eləmişsən, ağ günə çıxdı deyirlər, sən toxunmazlardasan. Neçə həftələri sən çıxış edirsən mahnı ilə, mən səni bəyənirəm, istedadlısan. Və dedim sənə artıq peşəkarcasına yazdır da mahnıları. Studiyada mahnı yazdırdın sən. Bəli, yazdırmışam. Yazdırmışsan, mən inanıram ki, sən burada da əyləşə bilərsən. Çünki ona layiqsən. 1-də, 2-də, 3-də fərqi yoxdur. Və nənəni xüsusilə mən salamlayıram. Mənim canım gözüm, Ömər Qənizadənin nənəsi. Salamlayıram. Bəlkə də Ömərdən çox mən çox istəyirəm o insanı. Oradan çox istəyirəm, salamlayıram. Öpürəm əllərinizdən.
və Ömərə dəstək olan tanıdığım yeganə insandır. Necə ki, Alisa Orucovaya nənəsi dəstək olur, ən çox ürəkdən can yandırır. Ömərin də nənəsi elədir. Hələ ki, 2 dənə nənə tanıyıram dəstək olan bu layihədə. Necə dəstək, necə can yandırmaq deyirəm sizə. Onu öyle onların başına fırlanır siz bütün günü. Görək, indi sən böyüyəndə elə qulluq eləyəcəksən nənəyə. Əlbəttə eləyəcəm. Nənə sən qulluq eləməyi istəm. Nənədir sadəcə o orada gözəl çıxış eləsin. Gəlir, Ömər Qənizadənin möhtəşəm bir ifası gəlir. Senden ne bir haber ne selam gelir oldu, yoksa yerim mi doldu? Yoluna ektiğim sevgi çiçeklerim unutulup mu soldu? Hani kader bizi ayırsa da bir gün kalpler bir olacaktı. Yoksa gurbetin o yalan kucakları seni de mi uyuttu? Hey, hey gidi günlere, yediğimiz içtiğimiz ayrı gitmezdi hatırla. Hey, hey gidi günlere, ne çabuk attın o günlerin papucunu dama. Ayda yılda bir olsa da muhakkak ara, azıcık zamanın ayırda. Öldün mü kaldın mı diye sor ara sıra, adımı kalbine yaz beni unutma. Ayda yılda bir olsa da muhakkak ara, azıcık zamanın ayırda. Öldün mü kaldın mı diye sor ara sıra, adımı kalbine yaz beni unutma. Öldün mü kaldın mı diye sor ara sıra, adımı kalbine yaz beni unutma. Ayda yılda bir olsa da muhakkak ara, azıcık zamanın ayırda. Öldün mü kaldın mı diye sor ara sıra, adımı kalbine yaz beni unutma. Alqışlayaq, Ömər Qənizadə. Davam edirik. Növbəti iştirakçımız toxunulmazlarda olan 7 iştirakçıdan biri artıq çıxış elədi. Növbəti iştirakçımız Ayxan Babazadəni də ürəkdən alqışlayaq. Dəvət edək yanımıza rəqqas Ayxan Babazadə. Ayxan Babazadə hər zaman öz klassik geyimləri ilə bizim verilişdə, öz rəqsi ilə hoqqa verən, burada hamının sevgisini qazanan, babasından daha çox dəstək gözləyən Ayxan Babazadə ikinci qrupda toxunulmazlardadır. Və onun bacısı Liliya Babazadə birinci qrupda mübarizəni davam etdirir. Hələ ki, yaxşısınız. Gəlib çıxmışsınız bu yerə qədər. İnşallah bundan sonra da finala qədər gedərsiniz. Estoniyada olan Qurban əmi və Aslan əmidən səs gözləyirəm. Estoniyada yaşayan Qurban əmi və Aslan əmi. Bəli. Aha. Onlar da səs göndərsələr xaricdən bura. Vəssalam, bitdi məsələ. Gəlib oturacaqsan burada, hə Babək? Babək heç bilmir, oradadır. Hə, gəlsin Leylican və Ayxan Babazadənin bu möhtəşəm rəqsi. Baxın, diqqət. Leylican Leyli, bir dayan Leyli, öldüren beni bu hicran Leyli. Leylican, bir dayan Leyli, Leylican, gitme dayan Leyli. Gelirim dalınca, sevgilim olunca, gelirim dalınca, bana sevgilim olunca. Yandım aman Leyli, öldüm aman Leyli. Leylican Leyli, bir dayan Leyli, öldüren beni bu hicran Leyli.
Leylican getmə dayan Leyli. Alqışlayan Ayan Bayramzadəni dəvət eləyək bizim gözəl balamızı Ayan Bayramzadə. Bizim gözəl balamız Ayan Bayramzadə. Sənə bura hələ tez Ulduzlar köhnəlmi Nə də gödən yerə əmmi Yaradıcılıq ölmür Çünki ışıqları sənmir Suallar pressa bir yandan Bütün gün stressdə bir yandan Show biznesdə bir yandan Deməli, dünənləri mən sizə bir şey xatırladım. Birinci qrupun çəkilişində orada Toxunmazın 4-cü yer tutan, Toxunmazlarda birinci olan Səma Qasımzadə və çox istedadlıdır. Dedi, Elşad əmi, mən Aygün Kazımovanın uşaqlıqdan fanatıyam və xahiş edirəm ki, günlərin bir günü bu verilişə dəvət edəsiniz qonaq Aygün Kazımovanı. Mən də demirəm növbəti həftələrdə. Ola bilər finala doğru və yaxud da final günü Aygün xanımı dəvət eləyək. İndi mən orada sual vermişdim ki, necə çox istəyirsiniz? Bütün elə qışqırmışlar ki, Aygün Kazımovanı çox istəyirsiniz? Nə qədər çox istəyirsiniz? Aygün Kazımovanı dəvət eləyək verilişə? İkinci qrupda istədi, Hilal birinci qrupda istədi. Ha, sən də istəyirsən, hamı istəyir. O insanı hamı istəyir. Ayan Bayramzadə də bizim gözəl, yaraşıqlı balamız artıq toxunulmazlıq zirvəsindədir. Baxın, Ayan dueldə idi. Çoxları elə bilir ki, duelə düşəndə ay aman mən getdim, tərk elədim. Yox, mən o hər zaman bildirmişəm ki, duelə düşən insana elə bir səs gələ bilər ki, o səhərsi gün gəlib verilişin çəkilişində toxunulmazlıq zirvəsində və yaxud da kresloda əyləşə bilər. Ayan həmin iştirakçılardan biri oldu. Dueldə 70 səsi var idi, amma indi görün nə qədər səsi var, toxunulmazlıq zirvəsindədir artıq. Bu gündə Ayan balamız bizim üçün gimnastika hərəkətləri edəcək, hə Ayan? Ayan, bir salamla hamını. Ayanın neçə yaşı var? 7. 7 yaşı var. Ayana kim dəstək oldu, dueldən çıxdı, gəldi? Bir özü tutsun. Kim dəstək oldu ən çox sənə? Bibi? Bibisi dəstək olub. Alqışlar Ayanın bibisini. Sağ olsun. Bu gözəl balamıza dəstək olub. Mən istərdim musiqi səslənsin və Ayanın gimnastik hərəkətlərini baxaq, izləyək. Oh, you said no, no, no. I said no, 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 no. You say take me home, I said no, Perignon. You said no, 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 I said no, 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 no. No, 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 no. Hasta la mina loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Hasta la mina loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. I see your eyes every day and every night, and I wanna hold you, love you till the end of time. Stay overnight, cause I want you in my life, and I wanna love you, I will never make you cry. Hasta la mina loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Hasta la mina loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Toca, toca, toca. Toca, toca, toca. Toca, toca, toca. Ayan, təbrik edirəm. Buyur, əyləş. Növbəti toxunulmazlarda kimlər qaldı? Nigar Manafova. Alqışlarınızla dəvət edirik. Nigar bu günlər çox həyəcanlıdır. Bu nağıl giyimində də gəlib yanımıza. Çox gözəl Nigar geyimi var. Manafova. Bəli, bizim yaraşıqlı, gözəl balamız Nigar Manafova. Nigar Manafova toxunulmazlıq zirvəsindədir. Nigar, təbrik edirəm. Oturmaq istəyirəm burada. Bir dənə otur bir anlıq. Eksperiment edirik. Təsəvvürlə birincisən. Çox yaraşır.
Təsəvvür edin, Nigar Manafova birincidir. Özə tası da belə qoyub, bilə-bilə. Yaraşır, yaraşmır? Çox yaraşır. Yaraşır. Ona görə də səs olmalıdır və biz Sueldən artıq dərəcədə üzr istəyirik ki, Nigar burada otur. Suel Salmanlının yerdir, Nigar üzrlü say. Sən amma toxunmazlıqdasan, səni də təbrik edirik. Ailədə ən çox sənə dəstək olan kimdir? Ana. Ana, ata. Ana. Ana, ata və birdən nənə. Nənə. Təbrik edirik, təbrik edirik. Hər birini salamlayırıq, Allah can sağlığı versin. Bu gün model kimi. Model kimi musiqi sədaları altında Nigar Manafovanı görürsünüz. Alqışlayaq. Tonight I'ma let you be the captain. Tonight I'ma let you do your thing, yeah. Tonight I'ma let you be a rider. Giddy up, giddy up, giddy up, babe. Tonight I'ma... Alqışlayaq. Nur Göyüşlü dueldədir. Dueldədir. Yəqin ki, ekranda görürsünüz, SMS kodunu görürsünüz, dəstək ola bilərsiniz. Nur Göyüşlünün yetərincə xalı var idi. Məncə dueldən çıxma şansı da var. Orada xalı az olanlar var. Nur Göyüşlünün ən azından amma xalı var. Model kimi bugün səni görək. Model kimi musiqi sədaları altında Nuru biz görək. Əyləş, Məsəti Əl-Musayeva. Məsəti Əl-Musayeva toxunmaz olan iştirakçılardan biridir. Gəl önə biraz. Bu gün görək nə gətirir? Bu nədir? Hə, o olmaz. Aha, bunu götürün. Aha. Baxın zəhmət olmasa, Məsəti Əl-Musayevanın muncıqlardan düzəltdiyi, baxın sumka. Görün nə gözəldir. Yaxından çəkin. Az yaşlı bir uşağın düzəltdiyi əl işi. Bəzən elə insan var ki, 50 yaşı var, həyatda bir dənə nəyisə qulpundan yapışmayıb. Amma neçə yaşın var Məsəti? 12 yaşında bir gözəl balamızın, baxın, əl işi. Görün nə gözəldir. Sonra nə var? İlal bunu tut. Burada da var, bir dənə qəşəng. Bu nədir? Qolbaq da gətirib, öz əl işidir. Aha, bunu da göstərək. Qolbaqdır, baxın, yaxından çəkin. Baxın, Məsəti Əl-Musayevanın əl işidir. Bu nədir? Sonra, bu da həmin o çantaya uyğun sepdir. Boyunbağı yəni, baxın. Baxın, Hilal gəl bura, qabağa gəl, Hilal. Boyunbağıdır, belə bir boyunbağı. Əl çantasına uyğun. Alqışlayaq Məsəti Əl-Musayevanı və o haqqıdır ki, toxunmazlıq zirvəsindədir bu dəqiqələrdə. Onun haqqıdır. Çünki onun hələ neçə əl işləri var. Maşallah olsun. Baxın, yaxından. Baxın. Alqışlayın. Bunun biraz böyüyünü hazırda mənim üçün belə. Taxmağa. Aha. Və burada növbəti əl işləri də var. Baxın. Növbəti əl işləri. Yaxından çəkin zəhmət olmasa. Baxın. Sonra burada var. Başqa bir əl işi var. Baxın. Bunu da çəkin. Ha, bu qızıldır. Təmiz qızıl. Verəcəm sənə axırda. Alqışlayaq. Məsəti Əl-Musayevanı alqışlayaq. Və bu gözəl işində ona hər zaman uğurlar arzulayaq. Çünki o hal-hazırda bizim layihədə toxunulmazlıq zirvəsindədir və o bu yerə layiqdir. Ona görə ki, istedadlıdır. Yusif, gəl yanıma görüm. Yaman orada aləmi qatmısan. Gəl bura görüm. Sən qorxulu zonadasan, bilirsən? Ya dueldəsən? Dueldəsən? Allah köməyin olsun. Dueldəsən oranı dağıdırsan belə. Nətərsən?
Hilal, səncə Yusif dueldən çıxacaq? Hilal o qədər pozitiv bir insan ki, Hilal'a alqışlayın zəhmət olmasa. Ayxan bugün yoxdur, baş qulağımız dincdir. Ola bilsin Hilal'la apardıq. Yox, Ayxan da olsun. Xoş gəlmişsən ha Yusuf. Xoş gördük. Niyə duelə düşdün? Bilmirəm. Və nə fikirləşsən? Gəl buradan müraciət elə ki, mən İbrahimli Yusif dueldəyəm və sizdən kimdən? Həmin şəxsin adını çəkməlisən, bir nəfərin. Dinən səndən dəstək göstərirəm. Kimdir həmin şəxs? Atadır, bibidir, xaladır, baldızdır, kürəkəndir, qaynarvadıdır. Kimdir həmin adam? Atamın. Atadan dəstək gözləyir. Adı nədir? Şaban. Şaban kişidən dəstək gözləyir İbrahimli Yusif. Bu günləri mən stop deyəndə deyir ata. Ata sən özün cavan olmamısanmı? Uşaq burada çıxış edir. Səs vurmaq lazımdır ki, növbəti mərhələyə keçsin. Model kimi qatılıb bu yarışmaya Yusifi də alqışlayaq bir dənə musiqi sədaları altında. Yusifi də baxaq. Əla Yusif. Görək nə olur da, sonda mən stop deyəndən sonra 10 iştirakçıdan 5-i tərk eləyəcək. Arzumudur ki, tərk eləməyəsən. Kamil Əsədzadə, alqışlarınızla dəvət eləyək yanımıza. Kamil Əsədzadə. Kamil Əsədzadə bizim xarizmatik layihəmizin iştirakçılarından biridir. Kamil. Bəli. Həm rəqqassan, həm modelsən, model kimi fəaliyyət göstərirsən, həm rəqqas kimi, həm aktyor kimi, biz görürük sənin çəkilişlərdə də görürük. Maşallah, saçın, başın, hər şey yerində, kompleksində yoxdur, utanmaq deyilən bir şey yoxdur, sərdən dağıdırsan tribunaları. Bugün nə hazırlamısan? Yaşa Azərbaycan mahnısı. Yaşa Azərbaycan mahnısını, alqışlayaq dövlətimizi, Yaşa Azərbaycan sözün əsl mənasında. Yaşasın, yaratsın Azərbaycan xalqı, dövlətimiz sağ olsun. Dövlət başçımıza Allah Taala can sağlığı versin. Allah Taala Mehriban xanıma uzun ömür versin. Allah can sağlığı versin. Biz belə demokratik bir ölkənin vətəndaşlarıyıq. Ürəkdən alqışlayaq bir dənə. Millətimiz sağ olsun. Əskərlərimizə Allah Taala can sağlığı versin və Yaşa Azərbaycan ifa eləyəcək bizim bu gözəl balamız Kamil Əsədzadə. Doğrudan da Allah bizim dövlətimizi və millətimizi qorusun. Gəlsin ifası! Biz şanlı ordumuzun rəşadətinin heyranıyıq. Döyüşən hər əskərin cəsarətinin heyranıyıq. Ali baş komandanın siyasətinin heyranıyıq. Düşmanı yaman saldı çaş-başa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var. Yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var. Yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İki dövlət bir millətdir, sual sorğusu yox. Hansı bir dövlətinsə bizim kimi ordusu yox. Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox. Kürəyin söküyübdür qardaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var. Yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şüar var. Yaşa Azərbaycan. Yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan.
adlarını Keşiyinə görə hər an vətən övladlarını Vətən uğrunda verən can vətən övladlarını Qızıl hərflə yazır yaddaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şuar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Alqışlayaq Kamil Əsədzadə, Zöhrab Zeynalzadə. Zöhrab Zeynalzadə mübarizə aparanlar komandasındandır. Mübarizə aparanlar. Zöhrab, təbrik edirəm. Dueldə deyilsən, qorxulu zonada deyilsən. Zöhrab xoş gəlib, səfa gətirib. Nə hazırlayıb? Mahnı. Mahnı. Zöhrabın bilirəm bu gün ifa edəcəyi mahnı sizi coşduracaq. Əgər imkan varsa yerinizdə rəqs edin. İmkan yoxsa gəlin burada rəqs edin. İmkanınız çoxdursa çıxardın, nə bilim ki, məsəl 5-10 manat verin, məsəl üçün. Hə, gəlsin Zöhrab Zeynalzadənin ifası, mən də onunla bərabər rəqs edəcəm. Ona senden dur, eğer şaşırmak, hepsi derdi o. Seviyorsa yatını, hem de zamanını, seviyorsa her anı. Sen ilki buradan, ilki buradan, hayalidir sıradan. Sen bilgi buradan, hayalidir sıradan. Tekrar speak, tekrar amor, o sentimento. Tekrar speak, tekrar amor, o sentimento. Regalales amor, oh sentimento. Regalales bir, regalales amor, oh sentimento. Alqışlayaq Zöhrab Zeynalzadəni alqışlayaq. Onun bu gözəl ihvasına inanıram ki, dəstək olacaqlar, biraz da yuxarı pillələrdə olacaq. Zöhrab bizim hələ ki, mübarizə aparanlar komandasındandır. Əyləş Zöhrab, super ifa elədin. Çox xoşuma gəldi. Bugün Fatimə buradadır. Fatimə Yusifovanı dəvət eləyək. Dueldədir Fatimə Yusifova. Mən deyirəm Fatimə Yusifovanı dəvət eləyək. Fərid, sən Fatiməsən? Belə Fatimə ola. Fərid Babayev də dueldədir. Fatimə dueldəsən. Sənin dueldə olmağına şəxsən mən inanmadım. Mən özüm də inanmadım. Heç Hilal da inanmadı. Buradakılar da inanmadı bu dueldədir bu uşaq. Amma dueldəsən. Hər kəsdən dəstək gözləyirəm. Fatimə o qədər
Fatimə o qədər bu layihədə qalıb, çıxış eləmək istəyir, o qədər iddialıdır, o qədər həvəslidir ki, mən inanıram ki, 10 iştirakçıdan 5 nəfər qalacaqsa, onlardan biri Fatimə olacaq. Çox istərdim olsun, çünki çox ürəkdən istəyir bu layihədə qalmağını. Gözəl bir rəqs gələcək, gözəl bir rəqs gələcək. Rəqsdən sonra ekranda tez-tez verin dueldə olan iştirakçıları. 10 iştirakçımız dueldədir. Sənan qardaşımızı salamlayırıq. O bilir hal-hazırda, efirdə odur. Hal-hazırda dueldə olan iştirakçıları ekranda göstərsin, zəhmət olmasa 10 iştirakçımız dueldə. Sonda mən stop deyəndə xallar nəticələrə hesablanacaq və 5 nəfər layihəni tərk eləyəcək, 5 nəfər növbəti mərhələdə bizimlə bərabər olacaq. Görək Fatimə həmin o 5 nəfərdən biri olacaq ya yox. Gəlsin. Bu rəqsdən sonra inanıram ki, sənə səs göndərəcəklər. Sən Mən özüm də inanıram və arzulayıram ki, inşallah sizin oturduğunuz masa, stolda oturum. Kresloda Kürsüdə. Merlin Banro okumuş mobilya göndərib bunu bizim üçün. Baxın, okumuş mobilyadan bu gözəl qızılı tac bu gün Nərsuel Salmanlı gəlməyib, günün lideridir və mənə dedi, Elşad əmi, orada əyləşə bilərsən qızılı kürsüdə mənim yerimə. Mən də əyləşə bilərəm. Siz də əyləşə bilərsiniz. Əyləş baxım görüm yaraşır. Yaraşır, yaraşmır? Yaraşır. Burada hamıya yaraşır bu kreslo. Burada hamıya yaraşır. Fatiməni alqışlayaq. Davam edirik. İbadət şirinliğini ürəkdən alqışlayaq. İbadət şirinliği. İbadət şirinliği çox qanacaqlı, qabiliyyətli, səliqəli, yerini və duruşunu bilən, oturuşunu bilən, ümumiyyətcə çox şirin bir balamız, İbadət şirinli. Artıq neçə həftədir ki, mən deyərdim 2 həftədir ki, yaxşı bir təkan götürüb. Əvvəl deyirdilər ki, İbadət zəifdir. Hara zəifdir? İbadət yavaş-yavaş gəlir. Yavaş-yavaş gəlir. Nə tərsən İbadət? Mikrofonu yaxın tut. Yaxşı. İbadət şirinin neçə yaşı var, qoy hamı bilsin. Neçə yaşı var? 9 yaşı var. Hansı məktəb idi? 19 nömrəli. 19 nömrəli tam orta məktəbdə təhsil alır. Bu gün də bizim üçün gözəl bir ifa eləyəcək. Nə ifası idi? Xudayar təsnifi. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün İbadət balamız, şəhid, milli qəhrəmanımız Xudayar Yusufzadənin ifa etdiyi həmin o Xudayar təsnifini ifa eləyəcək. Alqışlayaq.
Tunar, dueldən keçən həftə çıxdın, təzdən duelə düşdün. Heç istəməzdim duelə düşəsən. Heç istəməzdim. Gəl yaxından müraciət elə. Mən stop deyəndən sonra tərk edən iştirakçılardan da ola bilərsən, qalib olan iştirakçılardan da biri ola bilərsən. Bu kameraya bax. Kimə müraciət edə bilərsən ki, səni bu dueldən xilas eləsin? Çünki 10 nəfərdən 5-i gedəcək, 5-i qalacaq. Sənin də adın hal-hazırda ekrandadır. Buyur. Kimdən səs gözləyirsən? Hamıdan. Hamıdan, ən çox. Anamdan. Bir də Aha. atamdan. Ana və atadan səs gözləyir Tunar Yusifov bu gündə nə çıxış eləyəcək? Mahnı. Mahnı oxuyacaq. Mahnı oxusun, görək ana ata bu mahnıya görə səs verər yoxsa yox. Siz də diqqətlə qulaq asın. Raul da Allah qoysa oturar normal bizim veriliş davam eləyər. Hə Raul? Hə, gəl. Dueldədir. Bax bizim bu gözəl Hollywood aktyorumuz oradakı balaca nağıl filmlərində çox qəhrəman olur. Divdalıcan qaçanda həmişə dayanır, baxır divə, qorxmur. Həmin bu uşaq belə elə biz qələbə çaldıq. Dueldən də inşallah qalib kimi ayrılar, növbəti tura keçər. Alqışlayaq Tunar Yusifovu. Davam edilir. Kövsər Şamidzadə buradadır. Gəl yanıma mənim balam, gözəl giyinmisən. Kövsər Şamidzadə. Kövsər Şamidzadə, çox maraqlı adı var. Özü də çox şirin şəkər balamızdır. Keçən həftə bizim üçün qəşəng bir mahnı ifası gəldi. O rəqs elədi, ağıllı kuklam mənim. 2 metr 97 santimetrlik kukla gətirmişdi studiyamıza və onunla bərabər rəqs elədi. Kövsər, keçən həftə dueldən xilas oldun. Bu həftə yenə də çox təəssüf ki, dueldəsən. Sizdən fərqli olaraq Kövsər mənə hədiyyə gətirib. Hə, özə mənim iminli yedi, mənim məhsba yediyim şeylərdir. Burada ləbləbi, konfet, kofe. Kövsər Xonça evinə minnətdarlığımız bildiririk. Kövsərin adına Xonça evi var. Hə, Kövsər, özün təqdim elə. Kövsər Xonça evi. Bütün dekorların, xınayaqdılarda, nişanlarda bəzədilməsində müraciət edə bilərsiniz. Baba elə gözəl şirniyyatlardan hazırlayırlar. Bu gün bu ekskluziv olaraq mənə gəlib. Hamısını bacım hazırlayır, üstündən də mən kömək eləyirəm. Eşitdiniz də? Eşitdiniz? Ekranda da var. Kövsərin öz adınadır. Müraciət eləyin. Xınayaqdılarda, toyda, nişanda, ad günündə kimə müraciət eləməlisiniz? Kövsər Xonça evinə, alqışlayaq ürəkdən. Alqışlayaq bizim uzunboy rəssamımızı.
Bu nədir sən Allah? Yəni mənim ac vaxtımda bu nədir göstərirsən? Sizcə bu nədir? Nədir? Deyir ağac. Nədir bu? Yaxşı. Görək indi rəssamın özü nə deyir? Mikrofonu ver zəhmət olmasa. Əkbər Mütəllibov. Keçən həftə Amalia Məlikova onu dueldən xilas elədi. Bu həftə isə o şərt yoxdur, dueldədir. Əkbər özü desin, bu nədir? Qulaqdır. Qulaq. Yəni səni nə vadar elədi ki, qulaq çəkib gətirəsən? Cipsdən qoyurlar qabağımıza, biz onu baxıb çəkirik. Cipsdən qoyurlar qabağınıza, qulağı. Bəli, cipsdən azlamış qulaqdır. Real kimisə qulağını kəsib qoymurlar qabağınıza? Xeyr, cipsdən azlamış. Buyur Hilal xanım. Hilal, bu günlər çox gözəl giyinmisən. Bu nədir? Venera heykəli. Mona Lisa'dır. Kim? Çingiz Əhmədov. Bir Çingiz Əhmədov. Tunar deyir Kamil Əsədzadə. Tarix Ömər Qənizadəni alqışlayın. Ömər Qənizadə düz tapdı. Venera, tarix dərsində deyir keçmiş, amma adını deyə bilmədi. Özü desin Əkbər. Bəli, Venera. Venera, buyur. Yeganə rəssam iştirakçı Əkbər Mütəllibovdur. Hər dəfə də bura yeni-yeni rəsmlər gətirir. Mən istərdim ki, bir rəssamımız qalsın. Mən çox istərdim ki, dueldədir, amma rəssam kimi bu yarışmada olmağı çox yaxşı olardı. İndi Amalia səni xilas edə bilmədi bu dəfə, amma səs vermədəsən. Əyləş! Gəl, Alisa, gəl sən də bura. Və musiqi sədaları altında bu 5 balamızın biz hal-hazırda moda göstərməyini görəcəyik. Getdim! It's your DJ Clean. Əyləşin uşaqlar, əyləşin, davam edirik. Leyla Nərmanlı! Bizim Leyla Nərmanlı. Baxın, Leyla Nərmanlı bu layihə başlayandan hər zaman demişəm, deyəcəm. Səs imkanları mükəmməl olan bir iştirakçıdır, az yaşlı balamızdır. Leyla Nərmanlı hər zaman öz çıxışı ilə fərqlənir. Baxın, onun Gözəl Bakı, keçən buraxılışımızda Respublikanın xalq artistləri Xuraman və Fidan Qasımova bacılarının bizim dəyərli canlı əfsanələr. Onların repertuarından bir mahnı ifa elədi. Bu az yaşı olmağına baxmayaraq Leylanın səs imkanları çox möhtəşəmdir. Leyla bu gün dueldədir. 10 iştirakçıdan biridir. Dueldən gedə də bilər, qala da bilər. Ona görə ehtiyatlı olmaq lazımdır. Leylanı sevənlər, inanıram ki, onun ifasından sonra da səs göndərəcəklər. Leyla, bu gün nə hazırlamısan? Bugün papiri hazırlamışım. Bugün Leyla hər zaman lirikaya üstünlük verirdi. Bu günləri bizim üçün oynaq bir hava mahnı hazırlayıb. Bütün uşaqları da rəqsə dəvət eləyəcək, amma 70 nəfər yox. Az sayda, 3-4. Yaxşı? Qızları dəvət eləmək istəyir, oğlanları yox. Gəlsin Leylanın papurisi və bu papuridən sonra Hüseyin Ramazanlıya söz verəcəm. Gəlsin.
güle güle. Sen zarafat şiiri gerek. Biz beri bağdayleyik, biz beri bağdayleyik. Gelin dostlar deyək gülək. Biz beri bağdayleyik, biz beri bağdayleyik. Gelin dostlar deyək gülək. Mən güləm gülüsün belə heç zaman olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Bu səfər də Quballardan səs istəyirəm. Bu səfər Mənim Quballardan. atam Şamaxlıdır, mam Qubaldır. Aha, deyir mənim atam Şamaxıdan da, anam Qubadan. O Görüm regionlardan da hansılar səs daha çox gözləyirəm. səs Görüm hansı daha çox səs göndərəcək. Deyir görüm daha çox hansı səs göndərəcək? Şamaxı Bəli. yoxsa Quba? Leyla Nərmanlı dueldədir, alqışlayan. Kim qaldı? Kim qaldı? Mirvari Hacıyeva. Gəl yanıma qızım. Mirvari Hacıyeva. Mirvari Hacıyeva da. Dueldədir. Mirvari Hacıyevanın rəqsi gəlsin. Hə, indi dəvət edəcəyim mübarizə aparanlar komandasından. Bugün məni diqqətlə güdür uşaqlar oynayanda mənə diqqətlə belə baxır. Mən bilirəm o nəyə tutur. Onun öz taktikaları var. Mən də baxıram ona görürəm. Hüseyin Ramazanlı, mənim dostum Hüseyin Ramazanlı. Bugün bəy kimi geyinib. Hüseyin Ramazanlı bəy kimi geyinib bu günləri və ona kömək edəcək bir balaca xanım da buradadır. Adı nədir? Təqdim eləyək. Adı nədir qızım? Nə? Ruqiyyə. Ruqiyyə. Ruqiyyə adı ilə böyüsün. Ruqiyyə bu günləri Hüseyin Ramazanlıya rəqsində kömək eləyəcək. Hüseyin, qəşəng rəqs elə ya. Sən istedadlı balasan. Rəqsindən sonra səninlə söhbət eləyəcəm. Gəlsin Hüseyin Ramazanlının rəqsi gəlsin.
Ramazanlı və Rüqiyyə balamız bu günləri gözəl bir milli rəqslə sizlərin qarşısında oldu. Hüseyin Ramazanlı, ürəyini buz kimi saxla. Sən mübarizə aparanlar komandasındansan, dueldə deyilsən və rahat əyləşib orada Rüqiyyə xanımla buradakı iştirakçıları seyr edə bilərsən. Layihəmizi tərk edən iştirakçılar Banu Hacıyeva, Məhərrəm Əzizli, Ataş Hüseyin Əliyev, Onur Davudov, Nigar Əl-Musayeva, bunlar keçən həftə layihəmizi tərk edən iştirakçılardır. Dilbər Abdinova dueldədir. Ataş Hüseyin Əliyev bizim üçün şeir hazırlayıb, layihəni tərk edib, amma bizim üçün şeir hazırlayıb, şeir deyəcək. Və vətənpərvər bir övladdır. Hər zaman layihədə olanda özü ilə bayraq gətirir. Buyur, sakit. Vətənin dar günündə onun da adına çatdın. Üç rəngli bayrağımı zirvələrə ucatdın. Yurdumuzun üstündən qovdun qara kölgəni. Məhv olmaqdan qorudun, xilas etdin ölkəni. Çiçəklənən ölkəmiz Gülüstana oxşayır. Özün olmasan belə əməllərin yaşayır. Bravo Ataş! Sona yaxınlaşırıq. Mən Emək Parfümə sonda minnətdarlığımı bildirirəm. Hər zaman layihələrimdə mənə dəstək olan Emək Parfüm Hacı Murad qardaşıma sonsuz minnətdarlığımı bildirirəm. Stilist və bərbərim Cekoya, canım ay Cekodur, mənim stilist və bərbərim. Bir dənə ürəkdən Ceko deyək. Bir dənə Ceko çağırın, Ceko, 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 bəli. Stilist və bərbərim, ekranda nömrəsini görürsünüz, Cavad xan küçəsi 51, 9-cu mikrorayonda yerləşir, canım ay Ceko. Ceko'ya minnətdarlığımı bildirirəm, siz də o nömrəyə zəng vurmaqla Ceyhun qardaşıma müraciət edə bilərsiniz. Geyimimə görə şəxsən özümə minnətdarlığımı bildirirəm. Hər həftə şəxsi büdcəmdən özümə geyimlər alıram. Heç bir layihədə mən geyimimə görə kiməsə minnətdarlıq bildirməmişəm. Heç zamanda bildirmərəm. Bütün layihələrimdə özümü bəzəyirəm. Ehtiyacım yoxdur ki, hansısa bir mağazaya minnətdarlıq bildirəm. Zövqüm də şükür Allah, həmin o mağazalardan da üstündür, onlardan da artıqdır. Səmraya söz verəcəm, narahat olmayın və Məryəm balamıza söz verəcəm. Okumuş Mobilya, Türkiyənin brendi olan Okumuş Mobilyaya da minnətdarlığımı bildirirəm. Əhməd Rəcəbli ünvanında Edel Mebel mərkəzinin 1-ci mərtəbəsində yerləşən Okumuş Mobilya məhz bu kresloları bizim studiyaya göndərib Marilyn Monroe və burada liderlər əyləşir. Sonda bir dənə turpun nağılını ekrana ver zəhmət olmasa.
Ekrana ver Turpun nağılını. Aha, baxın. Turpun nağılı gələn ay inşallah yeni bir layihəmdir. Yeni bir nağıl filmi olacaq. Mən sizə ekranda nömrəni görürsünüz. O nömrəyə zəng vurmaqla övladınızın bu uşaq filmində, uşaq nağıl filmində çəkilməyini istəyirsinizsə, təbii ki, burada bir komanda çalışacaq. Mən də əsas rollardan birində yer alıram. Həmin bu Turpun nağılı filmində əsas rollardan yer alıram. Bax, bu mənəm. Bu mənəm, bu Fəriddir. Bu Fəriddir. Bu da Babəkdir. Zarafat edirəm. Hə. Turpun nağılı filmində çəkilmək istəyənlər kastinqə müraciət eləyə bilərlər. Səmra Qənizadəni alqışlayaq, dəvət eləyək yanımıza. Səmra Qənizadədən gözəl bir rəqs gələcək. Gəlsin və toxunulmazlarda Səmra Qənizadə toxunulmazlar sırasındadır. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı yaşıl dumanlı. Derdinden ölmeye çoktur gümanlı, derdinden ölmeye çoktur gümanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da kolum var gül. Ay kız bu ne aşk kız, ölerim derdine onu bil. Danışmasan devam var gün. Mən bu dəqiqələrdə ekranda 10 iştirakçının göstərin zəhmət olmasa, hər birinin adını, soyadını görürsünüz, dueldədirlər. 5-i qalacaq, növbəti mərhələdə iştirak edəcək, mübarizəsini davam etdirəcək. 5 iştirakçı isə məğlub olaraq layihəni çox təəssüf ki, tərk eləyəcək. Mən bu dəqiqələrdə səslərə stop deyirəm. Xallar hesablanır, nəticələr ekrana göstəriləcək. Məryəm balamızın çıxışından sonra diqqət ekran olacaq, 5 iştirakçı layihəni tərk edəcək. Gəl, mənəm, gəl yanıma. Rəqsini verin. Dəb yarışmasının iştirakçısıydı Məryəm balamız. Bugün qonağımızdır. Gəlsin, rəqsinə baxaq. Ağlar ağlar gözlerim, qəmərim can
Bravo! Məryəm, bravo. Bax, biz hər zaman demişəm, deyəcəm efir vasitəsilə, hər zaman bildirmişəm ki, Azərbaycan xalqı çox qonaqpərvər xalqdır. Dünyada tayı bərabəri ola bilməz. Hamıya ürək açır, qapı açır. Bugün qonaqlarımız var idi. Məryəm, Selin. Selin qonaq deyil əslində. Selin qonaq niyə olur? Selin bizim iştirakçıdır, sadəcə olaraq layihəni tərk edir. Əsgər əslində qonaq idi. Ona görə də biri Məryəmindir, biri də Əsgərin Selinlə bölər. Yaxşı Selin, bilirəm ki, getdiyə qaşqabaq yerlə. Gəl Selin. Əsgər, yarısını kəsərsə ortadan o vurar, işlədər. Yarısını sən. Çox sağ olun, minnətdarım. Hə, Raul, gəl bura görüm, gülür. Bu kefkom deyə bu insan. Bu biznesmen olacaq axırda, baxarsınız. Geyimindən bilinir, biznesmen olacaq. Sonunda bir dənə şeir deyir qısa. Mən stop demişəm, xallar hesablanın, diqqət ekran olacaq. Eynəyə bax, sən. Kim alıb bu geyimi sənə? Nənə. Nənə? Və mənə alladırsan, orada dəhlizdə deyirsən, ata alıb. Qardaşın nə inir, Rəsul? Qardaşım keyfdədir. Nədir? Qardaşım keyfdədir. Deyir, qardaşım keyfdədir. Dinəm bir də şeir dinəm bizə. Sakit. Aha. Ey bilir ki sən məndir, yurdum o mənim məskandır. Anam da və vətəndir, ayram üçün candır. Azərbaycan, Azərbaycan, sən bir an, mən bir uşaq, sən bir ana. Bağlıyam hər zaman sana. Bu qədər. Elə bu qədər. Ürəkdən alqışlayaq. Raul, ən çox kimdən dəstək gözləyirsən? Mamamdan, nənəmdən, babamdan, bir də atamdan, mimimdən. Aha, əmi, dayı, ata, nənə, baba, Raul hər birindən səs gözləyir. Sonda hər kəsə minnətdarlığımı bildirirəm. Bəli, 10 iştirakçı dueldə idi. 10 iştirakçı dueldə idi. Gəldik, çatdıq. İkinci qrupun bugünkü buraxılışının sonuna 10 iştirakçıdan 5 iştirakçı kimlər olacaqsa ekranda şəkili göstərəndən növbəti mərhələyə keçəcək. Göstərilməyənlər çox təəssüf ki, layihəni tərk edəcək. Diqqət! Ekrana.